Marniyoldə təxminən 50 minə yaxın əhalinin yaşamasına baxmayaraq şəhərdə hələ də mərasim evi yoxdur. Bu isə sakinlər arasında ciddi narahatlıq yaradır. Xüsusilə çətin hava şəraitində həyatı olmayan və çox mərtəbəli binalarda yaşayan insanlar bir sıra çətinliklərlə üzləşirlər. Tikilməlidir. Onun özü abadlıqdır, onun özü şenlikdir, onun özü elə hörmətdir. Bəli, ona görə hamını siz demişkən həyəti yoxdur, həyat bacası yoxdur, məhdudiyyət var. Ona görə də bu elimizdən ötürü, bu boyda xalqdan ötürü lazımdır. Meriya tikməlidir. Olmalıdır, bəli, olsa laf gözəl, yaxşı olar, bəli, olmalıdır. Merimiz təzədir, qoy belə ayağı sağlı qədəmli olsun, bəlkə bundan sonra mer yarada. Olmamalı çətinlikdir də, burada nə var? Olanda gözəldir. İndi şadlıq evləri var. Evdə bir şey toy edirsək, yağış yağır, nə etməlisən? Gidirsən şadlıq evində işin görürsən. Yaş da lazımdır. Marniyolun din xadimlərdən məsələnin aktuallığını vurğulayaraq bildirirlər ki, problemin həlli vacibdir və meriya bu məsələni nəzərə alaraq mərasim evinin tikintisini təmin etməlidir. Küçələrin darlığına nəzərə alsaq, havanın istisini, qışın soyuğunu və bir çox insanların korpusda yaşadıqlarını nəzərə alsaq, öz əzizləri dünyasını dəyişdiyi zaman çox çətinliklərlə üzləşirlər. Və biz də istəyərdik ki, Marniyol meriyasının büdcəsindən şəhərdə gözəl bir mərasim evi tikilsin. Necə ki, həmən büdcənin vasitəsindən Sereteldə və Saymerlu kəndində həmən layihə həyata keçirilib. Bizim də xahişimiz budur, istəyimiz budur ki, bu xalqın istəyini nəzərə alaraq çoxdandır belə bir şeyə ehtiyac var və o gün də bunun məsələsini biz qardaşlarla danışırdıq. Yaxşı olar ki, Marniyol meriyası tərəfindən və bələdiyyə tərəfindən bu işə ciddi yanaşıla və xalqın bu istəyi inşallah nəzərə alına, münasib bir yerdən gözəl bir mərasim evi inşallah insanların xidmətinə verilə. İndiki şəraitdə, bugünkü gündə bəzi evlərdə şərait olmadığına görə, bəzən məsələ bina evləri olduğuna görə bəzi insanların bu mərasim evinin olmağı şərtdir. Marniyolun, Saymerlo, Seretel kəndlərində meriyanın, bələdiyyənin köməkliyi ilə tikilibdir, eşitmişəm bunu. Ona görə də yaxşı olar ki, Marniyolun özündə də tikilsə, köməkləri olsa, yardımları olsa yaxşı olardır. Mənim özüm dəfn mərasimlərində iştirak edirəm, görürəm insanların əziyyətlərini, çətinlik çəkirlər, əziyyət çəkirlər. Havanın bax, yağmurlu olmağı, nə bilim, digər günlərdə məsələ isti olmağı, şəraitsizliyi insanlar üçün əziyyətdir. Ona görə də bu mərasim evinin olmağı mütləq lazımdır. Şəhərdə mərasim evinin tikintisi təşəbbüsünü irəli sürən Bələdiyyə Məclisinin keçmiş üzvü Ramal Əhmədov isə Bolnisi, Dmanis və Tetritsxaro bələdiyyələrini misal gətirərək Marniyoldə də bu layihənin tezliklə həyata keçirilməsinin vacibliyini bildirib. Baxıram ki, hər bir yerdə mərasim evi var, Marniyol rayonunun. Saymerloda var, Tamarisidə var, Sereteldə var. Amma 50 min əhalisi olan bir rayonda mərasim evi yoxdur. Bunun qışı var, yayı var, yağışı var, qarı var. Xalq əziyyət çəkir. Və mən sosial şəbəkəmdə yazdım. Təyin olunmuş merə də belə bir müraciət elədim ki, 100 milyon büdcəsi olan bir rayonda niyə 6 min, 7 min, 5 min aylıq ala bilərlər və özlərinə premiya yaza bilərlər. Niyə Marniyol rayonunda bir dənə mərasim evi fikirləşmirlər? Mənim özüm şəxsən görmüşəm mərasimlərdə, yas yerlərində görmüşəm, o adamlar nə zulümlar çəkirlər. Adam var, imkanı yoxdur, prakat gətirə, prakatın pulunu verməyə belə imkanı yoxdur, kimlərsə onlara köməklik edilir. Yaxşı olardı ki, bu işi Marniyol, yenə deyirəm, 100 milyon büdcəsi olan bir rayon, bu rayona, küçələrə, rayon yollarına yamaq vurdurmaq deyil. İş görmək lazımdır ki, ha vaxtsa deyərlər ki, bərəkallah bunu da filan kəslər gördürdü. Və Allah var eləsin Qızıl Acılı elini, Qızıl Acılı elində düzdür, xalqın özü, öz büdcəsindən, öz maliyyəsindən düzəltdilər, tikdilər, yaratdılar. Amma niyə xalqın özü? Mən millətçi deyiləm. Saymerloda 1 milyonlar yətənə pul xarışlandı, Saymerloda tikildi. Sereteldə inqədər pul xarışlandı, tikildi. Tamarisidə inqədər pul xarışlandı, tikildi.
Qeyd edək ki, Marniuli Bələdiyyəsinin Cereteli, Saymerlo, Tamarisi və bir sıra kəndlərində mərasim evləri meriyanın büdcəsi hesabına tikilib. Məsələn, Saymerlo kəndində inşa olunan mərasim evi üçün büdcədən 1.431.000 lari, əlavə olaraq istilik sistemi üçün isə 60.000 lari ayrılıb. Müvafiq məsələ ilə əlaqədar Marniuli meriyasına sual ünvanlasaq da, bu mərhələdə cavab ala bilmədik.